aparmağa layiq adamdır. Dedi ki, gəl səni evimə nahara dəvət edirəm. Bir sən kimsən? Qoy oturmuşam, çörəyimi yeyirəm, əl çək çıx get. Həzrət İbrahimə deyir, yox, mən istəyirəm mənə qonaq olasan. Deyir, yaxşı, gedək. Kefsiz, həvəssiz durur, gəlir. İbrahim Xəlilullahdır, Allahın Peyğəmbəri bunu evinə dəvət edib, oturublar çörək yeməyə. Çörək yeməyə başlayanda Həzrət İbrahim deyir, Bismillahirrahmanirrahim, çörəyi kəsir. Bu da götürür, bozbaş verir onlarda yemək görür. Yaxşı yemək pişirir Həzrət İbrahim, ət yeməyi. Bu da götürür, yeməyi başlayır yeməyə. Həzrət İbrahim deyir ki, Allahın adını çəkmədim. Deyir, Allah kimdir? Deyir, Allah da yeri göyü yaradan. Deyir, mən ona inanmamışım ki, onu tanımıram, onun adını çəkim. Niyə onun adını çəkməliyəm? İbrahim Əleyhisselam deyir ki, mən də Allahı tanımayanla bir süfrədə oturmuram. Deyir ki, mən səndən xahiş eləməmişdim, mən evvə çağırasın.